Çox sağ olun, hörmətli spikerlər, dəyərli abonelik komanda və parlamentarlar. Hər birini salamlayıram. Sizin qarşınızda təsdiq tərəfdən çıxış edəcək Hidrazon komandasının lideri Adəm Kemal və bizim komandanın üzvü xanım Məmurculardır. Hal-hazırda mənim 22 yaşım var və bir neçə il bundan qabaq başıma əlillərlə bağlı belə bir hadisə gəldi. Hansı ki, mənim əlillərlə bağlı bugünkü psixologiyamı tamamilə dəyişdi. İstəyirəm onu sizin nəzərinizə çatdırım. 17-18 yaşım olanda, abituriyent vaxtı hazırlıqda mənim bir hazırlıq yoldaşım var idi və o böyrək çalışmasından əziyyət çəkdiyi üçün hər həftə 150 manat verərək dializ müalicəsi qəbul etmək məcburiyyətindəyik. Və nəticə itibarilə biz qəbul imtahanı verən zaman o insanın balı ödənişsiz əsaslarla təhsil almaq yetmədiyi üçün məcburən ödənişli əsasa qəbul oldu. Ancaq o ali təhsil müəssisəsi getmədi. Niyə? Çünki oraya getsəydi o artıq həftəlik 150 manat olan dializ üçün olan maddi məbləği çatdıra bilməyəcəkdi və məcburən yaşamaq üçün təhsildən imtina etməli oldu. Və nə oldu? Onun kimi gələcəkdə həm özünə, həm cəmiyyətə, həm dövlətə xeyir verə biləcək bir şəxs məhv oldu, biz onu itirdik. Və təəssüflər olsun ki, bu yalnız bir fakt. Ölkəmizdə hal-hazırda yüzlərlə, minlərlə belə insan var. Və bugün eşidəndə ki, İdarəçilik Akademiyasının belə bir qətnamə ilə burada turnir təşkil olunur və mən mütləq şəkildə belə bir hadisənin canlı şahidi olduğum üçün bu turnirdə iştirak etməyə qərar verdim və bu turnirdə 2 qat məsuliyyətlə yanaşaraq hal-hazırda sizin qarşınızda çıxış edirəm. Keçmək istəyirəm qətnaməyə. Qətnamə bugün bizdə belədir ki, bu palat hesab edir ki, əlillərin sosial-iqtisadi həyatı daha da yaxşılaşdırmalıdır və bu qətnamə əsasən bu vurğuladığım məsələ onun nə dərəcədə haqlı olduğunu göstərir. Bundan əlavə ölkəmizdəki 570 min əlillə bağlı kifayət qədər qanunlar var və qanunlar özlərini doğrultmur. Bu artıq yeni bir qanun layihəsinin verilməsini ləğv edir. Bizim verəcəyimiz qanun layihəsi belə adlanır. Əlillərin təhsilə cəlb olması haqqında qanun layihəsi. Bəs niyə təhsil? Bunu dəyər arqumentlərimizdə nəzərdə çatdıracağım. Dəyərimiz belədir. Planınız 1 illikdirsə düyü, 10 illikdirsə ağac əkin, 100 illikdirsə insanlara təhsil verir. Bilirsiniz niyə təhsil? Ona görə ki, təhsil elə bir sahədir ki, təhsil edən yatırım heç bir zaman etmir. Mən bir insana təhsil verəndə ömrünün sonuna kimi təhsilli bir insan olaraq cəmiyyətə, dövlətə mənfəət verir və buna görə həqiqətən əgər 100 illik planı gerçəkləşmək istəyirsə, biz təhsil sahəsində bir qanun layihəsində burada çıxış etməliyik. Birinci argumentimiz belədir. Mövcud iqtisadi vəziyyətdə əlillər üçün həll oluna biləcək ən optimal sosial-iqtisadi problem təhsildir. Baxın, biz burada hal-hazırda hökumət tərəfi olaraq bir qanun layihəsində çıxış edirik və bu qanun layihəsi ideal qanun layihəsi olmalıdır. Bu qanun layihəsi Azərbaycanın reallığını dərk edərək, mövcud şəraitə uyğun və bu mövcud şəraitə uyğun olacaq bir qanun layihəsi olmalıdır. Hansı ki, Azərbaycanın hal-hazırki şəraiti necədir? Neft gəlirlərimiz çox aşağıdır. Azərbaycanda işsizlikdir. Ümumi dedikdə isə iqtisadi tarazlığımız demək olar ki, yox səviyyəsindədir. Və belə bir halda mən çox böyük büdcəsi olan, çox geniş miqyaslı bir layihə versəm, o artıq mütləqdir ki, uğursuzluğun nəticədir. Nə etməliyəm? Minimal resurs hesabına maksimal nəticə əldə edə biləcəyim bir qanun layihəsi verməliyəm. Və bu sırf olaraq təhsil sahəsidir. İkinci argumentimiz belədir. Qanun layihəsi qısa periyodda sosial, uzun periyodda isə iqtisadi problemi həll edir. Yəni bir insan, bir əlil, biz onu təhsilə cəlb etməklə, ümumiyyətlə insanların həyatında sosiallaşmaq yolunda atılmış ən uğurlu addım olan tələb adını qazanır, onun sosial problemini həll edir. Və bundan sonra o təhsil almış bir şəxs olaraq məşğulluğu təmin edir. Öz karyerasından müəyyən şeylərdən hansı ki, onun iqtisadi problemlərdən alır. Və nəticədə sosial-iqtisadi problem aradan qalmış olur. Qanun layihəsi mexanizmə gəldikdə bir daha qanun layihəsinin adını nəzərdə çatdırır. Əlillərin təhsilə cəlb olması haqqında qanun layihəsidir bu qanun layihəsi. Bu qanun layihəsində biz deyirik, əlilləri təhsilə cəlb etməklə onların sosial-iqtisadi problemlərindən biri aradan qalxmış bir fərd olaraq, cəmiyyətə yararlı bir fərd olaraq yetişdiririk. Cəmiyyətə yararlı bir fərd olaraq yetişdiririk və biz bunun üçün deyirik, orta ixtisas və ali təhsil müəssisələrində əlillər üçün təhsili ödənişsiz edirik. Hal-hazırda bu belə deyil. Onlar ödənişli əsaslara təhsil alırlar və biz onların təhsilini ödənişli edirik. Bunu etməkdə üçün kömək alan qurumlar, icra edici qurumlar hansılardır? Azərbaycan Respublikası Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Təhsil Nazirliyi. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işi nədən ibarət olacaq? Bizim verdiyimiz yeni qanun layihəsini Azərbaycanın mövcud qanun versiyasına uyğunluğunu yoxlayacaq. Maliyyə Nazirliyi görəcək işlə olacaq. Ödənişsiz əsaslarla təhsil alırsa əgər bu tələblər, deməli ki, onların ödənişi dövlət tərəfindən universitetlərin büdcəsinə köçürüləcək. Baxın, Maliyyə Nazirliyinin işi buradadır. Həmin o büdcəni onlar xərc maddəsi olaraq hesabata əlavə edir və təsdiqləyir. Təhsil Nazirliyinin işini isə daha sonra sizin nəzərdə çatdıracaq. Qanun layihəmizin başlama müddəti 1 yanvar 2017-ci il, bitmə müddəti isə yoxdur. Nəyə görə yoxdur? Biz bu qanun layihəsini görə veririk ki, əlillər ödənişsiz əsaslarla təhsil alsınlar və bu həmişə belə olsun. Qanun layihəsi nə vaxt bitmiş sayıla bilər? Əgər ölkədə xoşbəxtlik üzrə və əlillərin sayı sıfıra bərabər olarsa, bu zaman bizim qanun layihəmiz bitmiş sayıla bilər. Baxın, yanvar ayının 1-dən başlayır və dərslər sentyabr ayında başlayır. Bu arada bizim bir neçə ay müddətimiz var, hansı ki biz bu müddətdə səmərəli istifadə etmək üçün 2 işlə məşğuluq. Birincisi, Təhsil Nazirliyi bu işə cəlb olunur, o
Təhsil Nazirliyinin müəllimlər üçün ixtisas artırma kursları var ki, hansı ki biz bu kurslara psixologiya fənnini əlavə edirik və onlara əlillərlə davranış kodeksini öyrədirik. Bu nəyə görədir? Çünki təhsil tənşisi olduqdan sonra əlillərin kütləvi şəkildə orta ixtisas və ali təhsil müəssisəsinin axını gözlənilir və bu artıq belə bir şəraitdə müəllimlərin həmin şəxslərin davranış kodekslərini mütləq şəkildə bilməyə lazımdır ki, növbəti problemlər yaranmasın. İkinci bir məsələ nədir? Ehtiyac yaranarsa, orta ixtisas və ali təhsil müəssisələri öz büdcəsi hesabına öz daxili infrastrukturlarını əlillərə uyğun formada dəyişdirəcəklər belədir. Daha sonra ən əsas məsələlərdən biri olan büdcə məsələsini biz necə həll edirik? Büdcə məsələsinə gəldikdə, ortalama bir hesabla götürsək, həm orta ixtisas, həm də ali təhsil müəssisələri daxil olduğu üçün orta ixtisasda 1000 manatdan daha az ödəniş, ali təhsildə 1000 manatdan bir qədər var. Və bunun içərisində ödənişsiz təbii ki, təhsil alanlar, ödənişdə qəbul olunanlar olacaq üçün bir əldə 1000 manat ortalama biz təhsil haqqı götürsək, bunu Azərbaycandakı potensial əlil tələbələrin sayını vursaq, görərik ki, elə də böyük məbləğ bizə lazım deyil və bu məbləği biz necə əldə edirik? Hal-hazırda Azərbaycan bir sıra layihələrə, bir sıra oyunlara ev sahibliyidir. Hansı ki, bunların içərisində mütləqdir ki, prioritet nöqteyi nəzərdən baxdıqda təhsildən daha aşağı səviyyəli olanlar var. Həmin o layihələrdən biz imtina edirik, o büdcəni yatırırıq təhsilə və daha yaxşı bir nəticə əldə etmiş oluruq. Buyurun. Hal-hazırda Azərbaycanda hansı təhsil müəssisələrində əlillər təhsil alır? Təşəkkür edirəm. Hal-hazırda əlillər təhsil almaq qabiliyyəti olduqları, yəni onun birinci infrastruktur imkan verirsə, orada təhsil alırlar və əgər bir təhsil onun ödənişi və əgər bir əlilin təhsil haqqını ödəməyə imkanı çatırsa, təbii həmin ali və orta ixtisas təhsil müəssisələrə gedib təhsil alacaqlar, həmçinin məqsəddə də təhsil alırlar. Büdcə məsələsi necə edir? Bu dediyim məsələni yerinə yetirəcək Azərbaycan Respublikası Nazirləri Kabineti ilə Maliyyə Nazirliyi birlikdə hansı layihələrdən imtina etmək məsələsini müəyyənləşdirəcək. Son 30 saniyə və bir də nəzərdə bir məsələni çatdırmaq istəyirəm ki, hədəf kütləsi olaraq bayaqda vurguladığım ki, orta ixtisas və ali təhsil müəssisələri götürülüb, bura sırf əlillərin cəlb olması və ikinci qrup, və üçüncü qrup əlillər tam olaraq, birinci qrup əlillərlə isə sırf olaraq təhsil almaq qabiliyyətində olanlar, onun imkanlarına icazə verən şəxslər bizim hədəf kütləmizini görür. Nəticə etibarilə biz nə etmiş oluq bu anlayışı yerinə yetirdikdən sonra? Əlillərin iqtisadi xərclərini azaltmaq onların iqtisadi məsələlərini artırmış oldu. İxtisaslı əlil kadrların kütlə payını artırır ki, çox önemli məsələlərdən biridir. Potensial vergi ödəyicilərini sayardır və nəticədə əlillərin sosial iqtisadi proqramı aradan qalmış olur. Diqqətinizə görə təşəkkür edirəm.